Allah Azze və Cəllə nəfsləri ilə mübarizə aparan insanları da tərifləyir. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Bizim yolumuza cihad aparanları biz onları doğru yolumuza yönəldərik. Yəni nəfsləri ilə mübarizə aparan insanları və nəfsləri ilə cihad edən insanları biz əlbəttə ki doğru yolumuza və onları haqq olana yönəldərik. Bu da onu göstərir, insanın öz nəfsi ilə mübarizə aparması haqq üzərində sabit qalması əlamətlərindəndir. Həmsə Məlik ibn Dinar rahimehullah buyurur ki, Allah rəhm etsin o kişiyə ki, nəfsinə həmişə deyər ki, sən niyə görə Allahın tələb etdiyi kimi deyilsən, Allahın istədiyi kimi deyilsən və sən niyə görə belə deyilsən? Əgər insan öz nəfsində bunları görərsə, nəfsində nöqsanı, eybi görərsə, o zaman nəfsini qınayar, nəfsinin ipini bağlayar, sonra isə o nəfsini Allahın kitabına ərz eləyər. Deməli, əgər insan qəlbini Allahın kitabına ərz eləyərsə, qəlbində nəfsini onu yerləşdirərsə, nəfsini qınayarsa, nəfsini bağlayarsa, sözsüz ki, o nəfs əlbəttə ki, rahat nəfslərdən mutmain, xeyr üzərində olan nəfslərdən olacaq. Və Həsən Basri rahimehullah buyurur ki, mömin nəfsinin bir idarəçisidir və mömin hər zaman nəfsini Allah üçün hesaba çəkməlidir. Əgər insanın وَإِنَّمَا خَفَّ الْحِسَابَ يَوْمَ الْقِيَامَةِ عَلَى قَوْمٍ حَاسَبُوا أَنفُسَهُمْ فِي الدُّنْيَا. Qiyamət üçün o insanların hesabı yüngül olacaq ki, o insanlar bu dünyada öz nəfslərini hesaba çəkiblər. Lakin bu dünyada öz nəfslərini hesaba çəkməyən insanların hesabı isə o gün artıq onlar üçün çətin olacaq, ağır olacaq. Və insan bilməli ki, bu dünyada hər eşitdiyinə görə, gördüyünə görə və danışdıqlarına görə hesaba çəkilir. Və bundan görə soruşulacaq. Və insan hər zaman bunu özündə bir qayda eləməli, nəfsini hesaba çəkməli və həmçinin bilməli ki, əgər sən bugün biz əgər nəfsimizi bugün hesaba çəksək, İnşallah ki, o gündə hesabımız da yüngül olacaq, asan olacaq. Nəfsin hər bir zaman cihad aparmağa və onunla mübarizə aparmağa ehtiyacı var. Əgər insan nəfsini boşu-boşuna buraxsa, nəfsi ilə maraqlanmasa, nəfs istədiyi şeylərə meyl edəcək. Və doğrudan da bu insanın həm dininə, həm də dünyasına bunun böyük ziyanları var. Ağıllı insan, nəfsinə xeyir istəyən insan, nəfsi ilə mübarizə aparıb, nəfsini asiliklərdən, günahlardan qoruyan insandır və nəfsini ən uca əxlaqa, ən üstün əxlaqa yönəldən insandır. Hansı ki, bunlar hamısı Allah Subhanahu wa ta'ala razı qoyur.